Sabahdan mədəniyyət sektorunda vergi güzəştləri qüvvəyə minir. Kinoteatrlarda filmə baxan, teatr və ya muzeyə gedən vətəndaş ödədiyi məbləğin əlavə dəyər vergisinin bir hissəsini geri ala biləcək. Millət vəkili Vüqar Bayramov bildirir ki, yeni dəyişikliklərə əsasən bu xidmətlər üzrə nağdsız qaydada edilən ödənişin əlavə dəyər vergisinin məbləğinin 50%-i geri qaytarılacaq. Başqa sözlə, vətəndaş post terminal və ya onlayn ödənişlə bilet aldıqda bu imkandan faydalana bilər. Nəzərə alsaq ki, əlavə dəyər vergisi 18%-dir. Bu o deməkdir ki, hər 100 manatlıq ödənişdə 18%, yəni 18 manat əlavə dəyər vergisi var. Bu kontekstdən əlavə dəyər vergisinin 50%-nin geri qaytarılması hər 100 manata görə, ödənilən hər 100 manata görə ödənişin 9 manatının geri qaytarılması anlamına gəlir. Təbii ki, bu zaman əsas şərt plastik kart vasitəsilə ödənişin həyata keçirilməsidir və plastik kart vasitəsilə mədəniyyət xidmətləri əldə edilən zaman əlavə dəyər vergisinin 50%, tam yarısı geri qaytarılacaq. Millət vəkilinin sözlərinə görə bu, bir tərəfdən mədəniyyət sektorunun daha yaxından dəstəklənməsi məqsədini daşıyır. Çünki mədəniyyət xidmətlərinə tələbi artıracaq və istifadəni stimullaşdıracaq. Eyni zamanda sektora sərmayənin cəlb edilməsi baxımından vacibdir. Çünki vergi məzərəsində edilən dəyişikliklərlə eyni zamanda mədəniyyət sektorunda kifayət qədər geniş miqyaslı vergi güzəştləri də tətbiq olunur. Bu həm təbii ki, vergilərə aiddir və nəticədə bir tərəfdən mədəniyyət sektorunda fəaliyyət göstərən şirkətlər vergi güzəştlərindən faydalana biləcəklər. Digər tərəfdən isə ödənişlərdə 50% ƏDV-nin geri alının tətbiq edilməsi həm də xidmətləri tələb artıracaq. Bu da təbii ki, mədəniyyət sektorunun inkişafı və bu sektorda ödənilən vəsaitin bir hissəsinin və əlavə dəyər vergisinin yarısının geri qaytarılması baxımından vacib. Qeyd edək ki, vergi məcəlləsinə edilən digər dəyişikliklə mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, gəlir vergisindən isə 90% azad olma verilir. Eyni zamanda mənfəət vergisi üzrə güzəştin həcmi artırılaraq 75%-dən 90%-ə qaldırılır. İslam Əşrəfov, Şəhla Poladova, Xəzər xəbər.